Ərazisinin böyük bir hissəsi fay xəttində yerləşən Türkiyədə növbəti dəfə güclü zəlzələ baş verdi. Epitsentri Kahramanmaraş şəhərində yerləşən təbii fəlakət Richter cədvəli ilə 7,7 magnitudalı olub. Ondan çox vilayətdə dağıntılar yaradan zəlzələ nəticəsində minlərlə insan həlak olub, 10 minlərlə insan xəsarət alıb. Dağıdıcı zəlzələdən sonra ən böyüyü 7,5 magnitudalı olmaqla yüzlərlə avtoşok qeydə alınıb. Avrasiya, Ərəb, Afrika tavası arasında yerləşən Türkiyə ərazisində 1500-cü illərdən bu yana müxtəlif vaxtlarda 7 və daha yuxarı gücdə 23 zəlzələ baş verib. Təkcə ötən il müxtəlif gücdə 33.824 zəlzələ qeydə alınıb. Türkiyədə tez-tez zəlzələlərin baş vermə səbəblərini, onların dağıdıcı nəticələri, təkanların ətraf ərazilərə təsirini Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli ilə müzakirə edəcəyik. Xoş gördük sizi Qurban müəllim. Xoş gününüz olsun. Qurban müəllim, elə ilk sualımızı belə başlayaq. Türkiyədə tez-tez zəlzələlərin baş verməsinin əsas səbəbləri nədir? Buyurun. Əsas səbəbi odur ki, gördüyünüz kimi bax bu xəritədə Türkiyənin bu zəlzələ deməli təhlükəsizliyi xəritəsidir. Yəni nə deməkdir? Gördüyünüz bu qurşaq ki var, bu seysmik qurşaq, bütün təhlükə bu zonalarda baş verir. Yəni burada olanlar nə üçün beləncə göstərilir? Bunlar dərinlik qırılmaları ilə bağlıdır. Ayrı-ayrı blokların hərəkətləri, bunlar arasında olan dərinlik qırılmaları ki var, onlar hamısı hərəkətdədir. Yəni belə deyək ki, insan canlı nəfəs aldığı kimi yer daxili də həmişə hərəkətlər var, tavalar var, onun içərisində deməli ayrı-ayrı parçalanmış bloklar var, tektonik dərinlik qırılmaları ilə bağlı və Türkiyə bu cür dağlıq ərazidə və seysmoaktiv bölgədə olduğuna görə tez-tez mütəmadi olaraq siz deyən kimi burada zəlzələlər baş verir. Yaxşı bilirsiniz ki, Van zəlzələsidir, Elagiz zəlzələsidir, 99-cu ildə İzmit zəlzələsidir və çox-çox hansı ki, insan tələfatlarından o necə deyərlər, nəticələnən bu cür dağıntılar olub. İndi ayın 6-sında baş verən səhər 04 Türkiyə vaxtı ilə 17 dəqiqədə bu deməli Qəhrəman Maraş bu əyalətində olub ki, bu fikir verirsiniz, bu böyük dərinlik qırılması düz gedir Ərzurumdan şərqi deməli Anadolu qırılması adlanır, gəlir düz Suriya və aşağıda da ki, onlar Ağdəniz deyir, biz Aralıq dənizinə qədər və burada da Türkiyə Suriya ilə həmsərhəddir və eləcə də nə qədər burada dağıntılar baş verib, burada da baş verib və ölənlərin sayı da çoxdur. Bilirsiniz, bu rəqəmlər də tez-tez dəyişir, çünki dağıntılar altında qalanlar hələ çoxdur. İndinin özündə siz deyən kimi minlərlə 7000-i ötüb o, çünki hələ iş tamamlanmayıb, yenə də necə deyərlər, dağıntılar altında qalan cəsədlər var. Çünki bu cəsədlərin bu cür çox olmağı, tələfatın bu cür çox olmağı səhər-səhər ki, 5-ə işləmiş 14 dəqiqə onların vaxtı ilə insanlar şirin yuxuda olan vaxt var. Çox belə təəssüf olsun ki, o vaxt baş verib. Qurban müəllim, yeraltı təkanları qabaqcadan müəyyən etmək mümkündürmü və bu nə dərəcədə həqiqətə uyğundur nəticələr? Ümumiyyətlə, seysmologiya elmi bu sahədə nə qədər inkişaf edib? Seysmologiya elmi təbii ki, bu saat çox inkişaf edilib dünyada. Yeni avadanlıqlar, cihazlar, müxtəlif cür cihazlar, qeydiyyatının dəqiqliyi və ilaxır və ilaxır. Bunlar hamısı seysmologiya elminin inkişafı üçün çox belə nə cür deyərlər, irəliləyişdir. Mən elə uzağa getməyin, Azərbaycanı götürək. Azərbaycanın seysmologiya instrumental seysmologiya tarixi, yəni cihazlarla müəyyən edilmiş o yazılar ki, 1902-ci ildən başlayıb Şamaxı zəlzələsindən sonra. O vaxtlar və sonralar da, onu da deyim ki, 70-ci illər qədər Azərbaycanda epitsentri təyin etmək, orada xəta verilirdi 25-30 kilometrə qədər. Birinci stansiyaların sayı az idi və o qədər də yüksək səviyyədə deyildi. Çünki seysmoqramları deməli o qaranlıq otaqda o nə cür deyirlər, hansı ki özünün üstə qoyulub cihaz, onu fotoqraf kimi emal olunurdu, qurudulurdu, sonra xətkeşlə, o sirkulla başlanırdı əllə sayılmağa. Ancaq indi müasir proqramlar var, əyərli proqramlar var, baş vermiş zəlzələni
2 dəqiqə, 3 dəqiqə içində müəyyən olunur ki, bunun parametrləri hardadır. Elə həmin o zəlzələni 17 dəqiqə, 20 dəqiqə işləmiş gecə mənə zəng elədilər ki, bəs belə-belə Türkiyədə dəhşətli bir zəlzələ olub ayın 6-sında. Yəni, bu cür inkişaf var ki, müasir proqramlarla tez bir zamanda onu emal edib və bütün parametrlərini verə bilirsən. Yəni, Qurban müəllim, zəlzələni qabaqdan müəyyən eləmək mümkündür. İkincisi, bu nə qədər müddətə? Mən deyim də, zəlzələnin bu proqnoz məsələsidir. Proqnoz da zəlzələ aləmində 3 növə bölünür. Birinci, qısa müddətli. Bu nə deməkdir? Deməli, yeri, vaxtı, gücü. O da güclü zəlzələ üçün, elə belə zəlzələlər üçün yox, magnitudası 3 olsun, 4 olsun, uzağı 5 olsun, yəni 6 bal, 7 bala kimi bu çox da qorxulu deyil. Onun qorxusu başlayır 7 baldan dərinliyindən təbii ki, asılı olaraq nə qədər o baş vermiş hadisə ki olur, biz ona hipocentrin dərinliyi deyirik, yer səthinə nə qədər yaxın olanda yer üzərində o sirkələnmə dalğanın təsiri daha çox olur və dağıntılar lokal şəkildə daha çox olur. Dərində olanda bir o qədər onun deməli dağıntısı yer üzərində fəsadlar az olur və sirkələnmə böyük arealı çox olur. Yəni bu belədir. İkincisi deməli orta müddətli, bu qısa müddətli proqnozdur. Yeri, vaxtı, gücü. O da bir neçə saatdan 2-3 gün, 5 günə kimi bax belə. İkincisi orta müddətli bir neçə ay, bir ilə kimi. Üçüncüsü isə gedir illərlə. Nə bilim 10 il, 50 il, 100 il təkrarlanma. Təbii ki, o ən önəmlisi bunun qısa müddətli proqnozdur. Onu da deyim ki, bu qeyri-mümkündür bunu demək. Düzdür, bir dəfə olub Çində 1974-cü ildə Xankay. Onun deməli dəqiq vaxtı da, yeri də özünü götürüb. Sonradan deməli 6 ay sonra 200 kilometr ayrı məsafədə tarixdə ən böyük zəlzələlərdən biridir. 100 minə kimi olmuşdu, xəbərləri olmamışdı. 100 minə kimi insan tələfatı olmuşdu. Təsəvvür eləyirdi. Yəni ki, bu dəfə belə dedim, gözləyirəm. Mümkün deyil bir belə qeyri-mümkün məsələlərdən biridir. Aha. Deməli, Qurban müəllim, Türkiyə ilə yanaşı bir sıra ölkələrdə də az və ya çox dərəcədə yeraltı təkanlar oldu. Bunun səbəbləri nədir? Elə götürək Türkiyəyə yaxın olan Suriyanı. Suriyada da dağıdıcı zəlzələ oldu, minlərlə insan tələf oldu. Azərbaycana təsirini ümumiyyətlə necə qiymətləndirirsiniz? Yox, bir neçə ölkələrdə Argentinada olmuşdu, səhv eləmirəm, güclü zəlzələlərin bir neçə gün öncə. Bəli, Kuril adalarında qeydə alındı. Bəli, bir ildə götürəndə magnitudası 4-dən yuxarı olan 100 minə kimi yer kürəsində təbii hadisə olur, yəni zəlzələlər baş verir. Bunların götürüb, misal üçün, elə ondan qabaqda deməli Filippində olmuşdu, sonra Çilidə olmuşdu, güclü zəlzələ. Biz onu bağlaya bilmərik ki, onun təsiri bugünkü gün Türkiyədədir. Yaxud da Türkiyədə olan hər hansı hər hansı bir zəlzələ olsun Azərbaycanda biz onu bağlaya bilmərik. Çünki Türkiyənin özünün seismotektonik cəhətdən, geoloji quruluş cəhətdən tamam başqa bir platforma üstündə oturub, Azərbaycan isə tamam başqa. Yəni, onun o cür əlaqəsi, orada zəlzələnin təsirindən, o dalğanın təsirindən Azərbaycanda olan seismik o zəlzələ ocaqlarını oyatmaq imkanı, mən deyərdim ki, yoxdur və ola da bilməz. Ancaq yaxınlıqda, misal üçün, Suriyadır. Onun təsirindən gördünüz ki, görünür, orada da hazırlıq gedirmiş, onu tezləşdirdi, orada da vurdu. Yəni, belə praktikada çoxdur. Hələ bir dənə xəritə var idi, digər zəif təkanlar var idi. Türkiyədə dediyim kimi bir 170-dən çox tektonik qırılmalar var. Onlar, o bloklar da hamısı hərəkətdədir. Harada ki, o sıxılma gedir, yaxud genişlənmə gedir, o dalğa onu tezləşdirib oyadır. Oyada da bilər. Bu isə biz 100 kilometrlik, bax, belənçinə görürsünüz, böyük bir qırılma üstündə bir 10 dənə əyaləti burada tutubdur. Bu hərəkət və parçalanma nəticəsində belənçinə bunun təsiridir. Özdə ki, çox belə nadir hallarda olur ki, bu cür güclü o təkanda 7, onda 7 magnituda,
sonra deyəsin yenə 7.7-si də olsun, 7.6, 7.5 nadir hallarda olur bu. Elə növbəti sualımız da onunla bağlıdır Qurban müəllim. 7.7 magnitudalı zəlzələ oldu Türkiyədə və onun ardınca yüzlərlə avtoşok qeydə alındı və bu avtoşoklardan ən böyüyü də, ən güclüsü 7.5 magnitudalı oldu. Ümumiyyətlə, ola bilərmi ki, 7.7 və yaxud 7.8 bal gücündə yenidən zəlzələ qeydə alınsın? Mən onu deyim ki, ümumiyyətlə bu 7.7, 7.5-lər var da, burada hamısı bu axırıncı deyəsən sutka ərzində olan zəlzələlərdir. Nədir? O tablisada ayrıca biz vermişdik. Bu cür təkanlardan sonra ümumiyyətlə afterşoklar olmalıdır. Hələ bir neçə ay gedəcək. Bəlkə də bir 5 ay hələ orada xırda-xırda təkanlar gedəcək. Yəni xırda-xırda. Bəli. Amma dediyim kimi nadir hallarda bu cür olur. Amma təsəvvür eləyə bilmərəm ki, mən, yəni praktika göstərir digər zəlzələlərdən, bu cür güclü təkanlardan sonra, bu cür parçalanmalardan sonra, bu güclü enerji ayrılmadan sonra o gücdə, yəni əvvəlki 7.7 təkrarlansın. Yəni bu olsa da nə bilim, o nadir hallarda belə şey hələ görməmişəm, mən eşitməmişəm ədəbiyyatdan və baş verən müasir zəlzələlərdən. Elə Yaponiyanı götürək 2011-ci ildə, 2006-da, 4-də, 6-da, Sumatranı götürək, İndoneziyanı, sonra bu Çilini götürək, Meksikanı götürək. O gücdə zəlzələ olmaq ehtimalını sıfıra bərabər hesab edirsən. Mən inanmıram ki, yenidən yenə 7.7, 7.6 o gücdə təkanlar olsun. Qaldı ki, aylarla davam edəcək hələ bu afterşoklar. Ta ki, o vaxta kimi enerji boşalsın, orada seismiklik əvvəlki fon səviyyəsinə çatsın. Yəni, o hərəkətlər, oradakı laylar parçalanmaları qutarmalıdır ki, necə deyərlər, orada sakitliyə əmələ gəlsin. Qurban müəllim, sosial şəbəkələrdə süni zəlzələnin yaradılması ilə bağlı da fikirlər var. Ümumiyyətlə, bu fikirlər necə qiymətləndirirsiniz? Mümkündürmü belə bir şey? Yox, ümumiyyətlə, mən onu deyim ki, bu sosial şəbəkələrdə çox şey deyirlər. Özdəki bu cür süni zəlzələlərin olmağı, zəlzələ, elə türk zəlzələsinin özünün törədilməsi, bunu ən çox siyasətçilər zad atırır. Yəni, mütəxəssislər tərəfindən bu deyilmir ki, yəni, seismoloq olsun, görsün. Çünki seismoloq gözəl bilir, partlayış nədir, onun seismoqramda yazısı və təbii zəlzələnin yazısı. Biz özümüz il boyu, o ki, zəlzələləri qeyd edirik, onunla yanaşı bu sənaye partlayışlarını qeyd edirik, ayırırıq ki, bu qədər karyerlərdə partlayış olub, bilirsiniz də, o geoloqlar zatlar, o mədənlərdə partlayışlar zatlar edirlər ki, o faydalı qazıntı yataqlarının çıxarılması üçün. Naxçıvan, misal üçün, stansiyaları ən çox İranda gedən partlayışları yazır. Bunlar, necə deyirlər, ayrılır. Ancaq bu süni zəlzələ deyəndə ki, süni zəlzələ nədir? Silkələnmədir də. Elə götürək, bu yaxınlarda necə ki, başlanıldı Sovet hökuməti dağılmağa belə. Mən elə Rus televiziyasında görmüşdüm. Semipalatinski, Qazaxstanda Ruslar həmişə yeraltı o nüvə sınaqlarını keçirirdilər. Orada göstərir 5-6 bal gücündə 100 kilometrə qədər titrəyiş əmələ gəlib, ağacı hətta yıxıb belənçinə olanı da, yəni lenta alıblar, çəkiblər. Budur sünüyüsü bunun. Əgər o sünüyü o cür, misal üçün, partlayışlar olsa və zəlzələ ocağı yaxınlığında olsa, orada hazırlıq getsə, gərginlik vəziyyətində olsa, onu tezləşdirə bilər. Yəni, belə bir şey. Yoxsa ki, mən 100 kilometr, 1000 kilometrdə oturmuşam, yerin altında impuls bıraxıram, zəlzələ ocağı necə metro zaddır, geçsin orada, onu oyatsın, partlatsın. Elədirsə də bütün dünya bu silahları bıraxmaz, elə fikrini, zikrini ona yönəldər, oturar elə kabinetdə knopkanı basar ki, get. Misal üçün deyirəm də. Qurban müəllim, İtaliyalı mütəxəssislər zəlzələ nəticəsində Anadolu yarımadasının 3 metr sürüşdüyünü qeyd edirlər. Bunun fəsadları nə ola bilər? Ümumiyyətlə, bu mümkündürmü? Yox, ümumiyyətlə mən anladım, başa düşdüm. O ki, ocaqda
o bayaqlar mexanizm göstərirdilər. Hansı tip orada hərəkətlər olub, onu müəyyən edirik də. Yəni o parçalanma gedəndə onun ölçüləri var, onun neçə metrdirmi, santimetrdirmi. Burada indi metrlə ola bilər ki, çox güclüdür, zəiflərdə santimetrlərlə ölçülür. O yerin altında litosferdə layların yerinin dəyişməsi, qırılıb düşməsi, üstə gəlməsi, yan hərəkətləri zadı var, olur. Yəni bu mexanizm araşdıranda, zəlzələnin ocaq mexanizmini araşdıranda bu kəmiyyətləri, onun ölçülərini, hansı kəmiyyətdədir, neçə kilometr uzun, burada 100 kilometrdir fikir verirsiniz, o qırılma boyu hərəkət elə gedib. Onun eni nə qədərdir, ondan başqa o areal ki var, o nə cür deyirlər, xırda afterşoklar zatı vurur, o plesiseis zonasını ayırıb xəritəsini veririk, izoseis xəritəsini veririk. Onu deyim ki, yer daxilində nə gedibsə də, bunlar hamısı məlumdur. Qaldı vizual şəkildə, əgər parçalanıb harasa istiqamət götürübsə də, o böyük bir plitədir deyək, blok deyək də, plitə çox başqa bir məhsul, plitənin üstündə bloklar parçalanmış olur. Onu yəqin, nədir, bu yuxarıda kosmosdan çəkmək olar da. Kosmosdan əgər bilmirəm, elə yazılar varsa da, kosmosdan çəkilişi, onu yəqin aydınlaşdırılacaq. Yəni, onu belə demək, amma yer daxilində nələr olub, o parametrləri biz müəyyənləşdirmişik. Yəni, araşdırmışıq ki, içəridə hansı proses gedib. Yəni, buna bu cür mən cavab verə bilərdim. Təşəkkür edirəm Qurban müəllim, çox sağ olun. Sağ olun. Allah xatabaladan bizi qorusun. Amin. Qonağım Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli idi. Biz Türkiyədə baş verən dağıdıcı zəlzələni və onun təsirlərini müzakirə edirdik. Görüşənədək.